Gəldi bir nəfər İmam Həsən əleyhissalamın yanına. Gəldi İmam Həsən əleyhissalama dedi ki, mənim qızımın evlənmək vaxtıdır. Mən neyniyim? Mən qızımı kimdən evləndirim? Nə təklif edirsiniz? İmam buyurdu ki, mömin adamla. Mömin adamla evlən. Yəni, o kəslə ki, artıq məşuq tapıb özdən. Yəni, birini sevir artıq. Mömin nə deməkdir? Əllədinə amənu əşəddu hubbən lillah. İman gətirənlər Allahı şiddətli eşqlə sevirlər. Ən şiddətli eşqlər Allahadır. İmam Həsən deyir ki, mömin adama qız bu ver, ailə qursun. Çünki artıq bir məşuq tapıb, birinə aşiqdir artıq. Ondan sonra belə dedi, sənin qızın ya yaxşı adamdır, ya pis adamdır. Ya qızın yaxşı insandır, ya pis adamdır. Sənin qızın yaxşı adamdırsa, möminlə evləndirsən, mömin onun qədrini biləcək, onu neymət kimi dəyərləndirəcək. Sənin qızın pis adamdırsa, möminlə evləndirsən, güzəşt eləyəcək, bağışlayacaq. İki halda da sən qızın xoşbəxt olacaq.